Deməli, bu anamın istəyi ilə bunu təzələməliyəm. Bunun yəni restavrasiyalı bir halı yoxdur. Ona görə bunu elə atıb yandırırıq. Bunun təzəsini düzəldəcəm. Biraz bundan hündür. Bəlkə bəs eləyər, olmasa buradan gəlib apararıq. Fürsətdən istifadə edib bütün izləyicilərimin Novruz bayramını və Ramazan bayramını ürəkdən təbrik edirəm. Sizlərə bol ruzi bərəkət, can sağlığı və xoşbəxt ömür arzu edirəm. Başımız baxsa da, belə səliqəli qəşəng. Bu taxtadan belə bir gözəl yonub ayaqlardır. Eyni zamanda vətən uğrunda canından keçmiş şəhidlərimizin ruhuna rəhmət oxuyur, onların ailələrinə başsağlığı və səbir diləyir, qazilərimizə isə can sağlığı və xoşbəxtlik arzu edirik. Eyni zamanda Azərbaycanlı olduğunu unutmayan, adətlərimizi, ənənələrimizi, dəyərlərimizi qoruyub saxlayan hər bir vətəndaşımıza ürəkdən təşəkkürümü bildirirəm. Yaxşı ki, varsınız dostlar. İşimiz də artıq tamamlanmaq üzrədir. Son səliqə işlərini tamamladıqdan sonra sizlərin ixtiyarına buraxıram. Son olaraq sizdən xahişim videonu bəyənib, paylaşıb, fikirlərinizi bildirməyinizdir və imkan daxilində səhifəmizə abunə olmağınızdır ki, başqalarının da bizi kəşf etməsinə səbəb olasınız. Təşəkkürlər.